Biz Gəncədə qastrolda olanda Şeyx Zamanov Məmməd Rza, Əfşarov mənə bir xəbər elədilər. O vaxtlara mən 1000 dəfə üzr istəyirəm. Nişanlanmışdım. Həmin yoldaşım da Əsgər Ağa Goranının nəvəsi. Onlar o vaxtları Gəncədə deməli Muxtar Əfşarovla Məmməd Rza Şeyx Zamanov həmin bu Əsgər Ağa Goranı barəsində mənə söhbətlərini elədilər və apardılar məni o vaxt Gəncədə kitab mağazası vardı. Mənə oradan kitab aldılar, verdilər ki, oxu bunu. Bu nə kitabıdır? Deməli, balaca yığcam kitab idi. Onu Fuad Tarverdiyev vardı. Azərbaycan televiziyasının sədr müavini. Onun anası bu kitabı yazmışdı, broşura kimi yazmışdı. Əsgər Ağa Adıgözəlov Goranı. 3 deməli bu kitabdan alıb mənə verdilər. Dedilər ki, oxu bunu, gör sənin yoldaşın nətərdim, hansı nətərdim şəcərədəndir. Həqiqətən də mən o kitabı oxudum, gördüm ki, çox maraqlı, çox tarixi kitabdır bu. Deməli, o vaxtları Həsən bəy Zərdabi, Əliqulu Qəmkisar, Əsgər Ağa Goranı Zərdabinin tələbələri idilər. Zərdabi o vaxtları Nəcəf bəy Vəzirovun da köməkliyi ilə bunlar tamaşa hazırlayırlar. Tamaşada Əsgər Ağa Adıgözəlov Goranı Axundovun, Mirzə Fətəli Axundzadənin, istər Vəziri Xani Lənkərani, deməli orada Teymur Ağa surətində Əsgər Ağa çıxış edir. Bir də Hacıqarada Hacıqara surətində çıxış edir. Mən bu oxudum bunu, sonra gördüm ki, Əsgər Ağa həqiqətən də Gəncədə Gəncə qılavası olur. Gəncə qılavası olur. Qız məktəbi açılır orada, Gəncədə. Yəni bunun fəaliyyəti çox yüksək səviyyədə ziyalı Əsgər Ağa Goranı. Mən Bakıya qayıdanda Gəncə qastrolundan sonra deməli həm yoldaşıma, Nigar xanıma, həm onların qardaşları istəyir Valid bəyə, həm də Əsgər bəyə bu barədə danışdım ki, siz bilirsiniz ki, şəcərənizdən xəbəriniz var, nətərdim. Bunlara mən danışdıqca, oradan onlara həyatına bir kitabı bağışladım. Oxuyun, görün sizin şəcərəniz nə böyük tarixi. O vaxtları bunları danışmaq biraz çətin dövrdür. Hələ bəy nəslindən danışmaq falan biraz qorxulu dövrlər idi. Amma bunlar doğrudan da bunu eşidəndə doğrudan da həqiqətən də fərəhləndilər. Mən də bir aktyor kimi fərəhləndim ki, mənim yoldaşımın babası nəinki deməli dövlət adamı kimi, həm də gözəl bir nətərdim, bir aktyor kimi də öz fəaliyyətini nümayiş elətdirib. İstər Hacıqara rolundan, istər Teymur Ağa surəti ilə tariximiz 1873-cü ildən də buradan başlayıb bizim teatrımızın tarixi. Mart ayında, Novruz bayramı günlərində bu tamaşa Hacıqara və yaxud Vəziri Xani Lənkərani bir müddət keçəndən sonra o nümayiş olunur. Sonra biz bu bir günləri mən özüm deməli xahiş elədim ki, onun deməli nəticəsi Fərhad bəy bu saatları məşhur bir gözəl vəzifədədir.
ondan xahiş elədi ki, bir yerdə gedəyin Gəncəyə bu Əsgər ağanın qəbrini ziyarət eləyək, axtaraq görək bu hardadır. Gəldik Səbirzikar qəbirstanlığa, orada ağsaqqalları dəvət elədik, onlardan maraqlandıq ki, bu Əsgər ağa Adıgözəlov Goraninin deməli qəbri hardadır. Əsgər ağa Adıgözəlov Gorani deyəndə onun da babası Qarabağnamənin müəllifidir. Qarabağnamə kitabının müəllifidir Mirzə Adıgözəl bəy Gorani. Mirzə Adıgözəl bəy. O Qarabağnamənin müəllifidir. Biz gəldik, orada ağsaqqallar bir qrup dedilər ki, Əsgər ağa Adıgözəlov Goraninin qəbri biraz içəridədir. Amma oranın müdürü rəhmətə getdiyindən, qəbirstanlığın müdürü, onun əvəz eləyir onun oğlu. Ağsaqqallar bizə belə məlumat verdi. Biz oğlunu, telefon nömrəsi verdilər mənə, biz oğlu ilə əlaqə saxladıq. Mən xahiş elədim ki, bəlkə siz gələsiniz bura, siz dəqiq bilirsiniz, hardadır o yeri göstərəsiniz bizə. Həqiqətən də gəldi, Səbirzikar qəbirstanlığına içəri girən kimi sağ tərəfdə hələ birinci böyük bir məqbərədir. Amma biraz nəsə çox pis vəziyyətdə idi. Ora hətta tabutlar, zatlar yığılırdı ora falan. Nəysə onun deməli nəticəsi Fərhad bəy çox belə böyük savab iş gördü ki, oranı nətərdim təmir elədi. Orada deməli Əsgər ağa Adıgözəlov Goraninin şəklini, onun haqqında yazıları falan, ora indi olub böyük bir ziyarətgah. Gedirik, Gəncəyə gedəndə həmişə gedib onu ziyarət eləyirik ki, bu böyük şəxsiyyətin Gəncədə böyük xidmətləri olub. Dediyim kimi, qız məktəbi açıb orada, çox gözəl fəaliyyətləri olub, nətərdim, xeyirxah işləri olub onun, nətərdim. O, deməli, indi bugünə kimi də onun nəvələri, nəticələri fəxr edirlər ki, belə bir onların nətərdim, babaları, nətərdim, ulu babaları, Əsgər ağa Gorani kimi, Mirzə Adıgözəl bəy kimi, belə bir şəxsiyyət kimi qoyunları var. Bu səcərə doğrudan da onlar o vaxtları bəy nəsli deməyə heç kim cəsarət eləmirdilər. Amma indi fəxrlə deyirlər ki, bəli, belə onların böyük ustad deməli insanları var. Bu səcərə doğrudan da böyük fəxrdir onlar üçün ki, biz də həmişə gedib onu ziyarət edəndə rəhmət deyirik. Allah onlara qəniqəni rəhmət eləsin, torpaqları nurla dolsun, ruhları şad olsun.